Bakıda nəqliyyatdan istifadə edənlər. Bakı-Sumqayıt işləyən avtobusun sürücüsü telefonu əlinə alıb görək burada nə qeyd eləyir. Gəlin bir yerdə baxaq, izləyək, fikir bildirək. Nəqliyyatdan istifadə edən hər bir şəxs mütləq bu videonu izləsin. Bunlar maşını zibilləyirlər, yaman günə qoyurlar. Bunlara yaramır da, fikir ver. Bakı-Sumqayıt avtobusudur. Yerin için, hər yerin yaman günə qoyurlar. Dərman atırlar, salfetka atırlar, simicka atırlar. Bunlara nə ad verəsən? Sizcə ictimai nəqliyyatı zibilxanaya çevirmək düzgündür? Sonda isə sözüm təmizlik imandan gəlir deyiblər. Nəqliyyat, avtobus xalqa, bizə xidmət edir. Fikirlərinizi mütləq şərhlər bölümündə yazın.